Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Miami şəhərində veteran cüdoçular arasında dünya çempionatı keçiriləcək. Noyabrın 18-də start götürəcək yarışa noyabrın 21-də yekun vurulacaq. Dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mübarizə aparacaq. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə veteranlardan ibarət milli komandamız da Miami'də keçiriləcək dünya çempionatında iştirak edəcək. Bilirsiniz ki, Avropa çempionatında bizdə 5 qızıl, 1 gümüş və 1 bürünc medal olmuşdu. Medal qazanan uşaqlar bu illəri federasiya tərəfindən dünya çempionatına ezam olunacaqlar. İlk növbədə federasiya rəhbərinə öz təşəkkürümü bildirmək istəyirəm ki, bizə bu yarışa getməyə də kömək oldular. Veteranlar üçün burada yaxşı şərait yaradılıbdır. Mən hardasa bir 3-4 qızıl medal gözləyirəm bu yarışdan. Azərbaycanın usta cüdoçuları çox ciddi bu mərhələyə hazırlaşır. Komanda heyətində çox güclü cüdoçularımız var. Deyək, qadınlar arasında 5 qat dünya çempionu, ustalar arasında Zülfiyə Hüseynova. Fərhad Rəcəbli 5 qat dünya çempionu, dəfələrlə Avropa çempionu, Zaur Paşayev, Müşfiq Cəfərov, Seyfəl Əskərov və mən elə gəlir ki, böyük nailiyyətlərlə bizi söndürəcəklər. Biz məşqçilər də bizim borcumuzdur, onlara dəstək olaq. Azərbaycanın bayrağını qaldırmaq gənc cüdoçunun ya yaşlı cüdoçunun fərqi yoxdur. Kimini səsləndirmək uzaq Amerikada mənə də gəlir ki, çox böyük Azərbaycan üçün töhfə olacaq. Miami'də keçirilən dünya çempionatında artıq 6-7 aydır ki, start verilib hazırlığımıza. Təlim məşq toplanışlarımız olub. Tam heyətlə hazırlaşmışıq. Artıq 4-5 gündən sonra usta cüdoçular tatam üzərinə çıxacaq və dünyanın bir çox tanınmış idmançıları, tanınmış Avropa dünya çempionları, Olimpiya çempionları, Olimpiya oyunlarının mükafatçıları qatılacaq bu yarışlara. Biz də orada Azərbaycan adından iştirak edib Azərbaycanın 3 rəngli bayrağını dalğalandırıb dünya çempionu olmaq arzusu ilə bu addıma atırıq. Bu yarış bəzi insanlara belə zəif gəlir. Ancaq mindən çox idmançı qeydiyyatdan keçib. Çox çətindir, hamı da hazırlaşır. Çalışacaq yarışda medalla qayıdaq. Əlimizdən gələn eləyəcək ki, bayrağımızı, himnimizi ucaldaq. Təxminən 4 ay yaxındır ki, bu dünya çempionatına hazırlaşırıq. Burada məşqlər çox professional keçir, məşqlərimiz də çox təcrübəlidirlər. Burada ümumiyyətlə dünya, Avropa çempionları çoxdur, təcrübə idmançıları çoxdur. Burada hazırlıq daha maraqlı keçir. Bir dənə qalıb yarışda güləşmək. Onu da Allahın köməyi ilə inşallah qələbələrlə qayıdarıq. Bu arxamızda görülən bayrağı Amerikada da qaldırarıq.